Son günler dünya medyasında bir ad yeniden gündeme gelip. Hantavirus. Birçok insan bu adı ilk defa eşidir. Bəziləri bunun yeni bir pandemiyanın başlangıcı olabileceğini düşünür. Bəs həqiqət nədir? Bu virus həqiqətən təhlükəlidirmi? Yoxsa sosial medyada yayılan xəbərlər vəziyyəti olduğundan daha qorxulu göstərir? Hantavirus əslində yeni deyil. Bu virus 10 illiklərdir elm adamlarının nəzarətində olan, lakin nadir hallarda gündəmə gələn təhlükəli infeksiyalardan biridir. Ən narahat edici tərəfi isə onun görünməz şəkildə yayılmasıdır. Virus əsasən siçan və digər gəmiricilər vasitəsilə yayılır. Onların ifrazatının quruyub havaya qarışması, insanın həmin hissəcikləri nəfəs alması ilə yoluxma baş verə bilər. İlk əlamətlər sadə qripə bənzəyir. Qızdırma, əzələ ağrıları, halsızlıq, amma bəzi hallarda vəziyyət qəfil dəyişə bilər. Saatlar içində nəfəs alma çətinləşir, ağciyərlərdə maye toplanmağa başlayır və bu mərhələ ölümcül ola bilər. Son günlər beynəlxalq mediada yayılan xəbərlər, kruiz gəmisində qeydə alınan şübhəli hallar səbəbilə diqqətləri yenidən bu virusa yönəltdi. Sosial şəbəkələrdə artıq bir sual dolaşır. Yeni pandemiya başlayır. Ekspertlər isə bildirirlər ki, hazırda kütləvi panikaya əsas yoxdur. Hantavirus COVID-19 kimi insandan insana sürətlə yayılan virus deyil. Onun yayılması üçün xüsusi mühit və yaxın təmas lazımdır. Amma bu, təhlükənin olmadığı mənasına gəlmir. Xüsusilə köhnə anbarlar, zirzəmilər, kənd təsərrüfatı sahələri və gəmiricilərin çox olduğu yerlər risk daşıyır. Elm adamları xəbərdarlıq edir. Bəzən ən böyük təhlükələr gözdə görünməyənlərdir. Bəlkə də bu virus illərdir bizimlə idi. Sadəcə biz ona diqqət yetirmirdik. İndi isə dünya yenidən eyni sualı verir. Növbəti qlobal təhlükə hansı olacaq? Nəticə olaraq, hantavirus hazırda qlobal pandemiya təhlükəsi yaratmasa da, onun varlığı bizə bir şeyi xatırladır. Təbiət hər zaman sürprizlərlə doludur və bəzən ən səssiz təhlükələr ən böyük narahatlıqları yaradır.